Salam hörmətli abunəçilər, hamınızı xoş gördük kanalımızda. Necəsiz, nə var, nə yox? Sizə uzun ömür, can sağlığı arzu edirəm. Bu günləri sizə qəşəng bir dənə bağ çəkib göstərirəm. Yerinə də görə ki, yerinə görə. Da söhbət yox. Mərdəkanda Arzu restoranı, yağın ki hamınızı eşitmişsiniz, bilirsiniz. Bax, oradan dönürsünüz, düşürsünüz dəniz yoludur. Balkondan baxanda ikinci mərtəbədən. Qabağında heç nə yoxdur. Düz dəniz görsənir. Bax, çəkib göstərəcəm sizə. 8 sotun içində tikilibdir. Köhnə bağdır, hörmətli izləyicilər. Haradasa 5-6 ildir ev sahibi bağda yaşamır. Qiymətini də deyəcəm, sənədlərin qaydasındadır. Paket kupçadır, yəni həm torpağın sənədi var, tek pasportu, həm evimizin sənədi var. Gəl, bax həyətidir, görürsünüz. Ağaçlar, tut ağacı, iydə, şam ağaçları, baxın, görürsünüz. Qədimi, köhnə stildə tikilibdir hovuzu. Balaca belə Kislovodsk düzəldibdir ev sahibi burada. Çəkirsən, çək. Və bisetkası da, bisetka deyirəm, skameykası da var, oturmaq üçün. Burada hörmətli izləyicilər, şəlaləsi var. Düzdür, qoşmadıq şəlaləni, amma işləyir şəlaləsi. Və hörmətli izləyicilər, yadınıza gəlir köhnə bağlarda nə olurdu? Gülaf rəngi, düzdür? Bir dənə çək onu, baxın, fikir verirsiniz. Gülaf rəngisi də var. Düzdür, indi gülaf rəngidən çox adam istifadə eləmir, yəni dincəlmir, amma əsl yeri var, mənim yadıma gəlir, mən belə deyək, uşaqlıq vaxtımda bağlara gəlirdim, gülaf rəngidə, burada yatırdıq, qəşəng, sərin, əla. Burada quyu suyudur, quyusu var, su da var, motoru, hamısı qoşulub. Bəli, şirin sudur. Qazı su işığı, qazı deməli işığı daimidir. Suyu da var, kanalizasiya şamboldur. Deməli, burada bir dənə otaqdır, oranı çəkməyə ehtiyacı yoxdur. Özünüz də yəni görürsünüz ki, həqiqətən yaşayan olmuyor və hiss olunur. Üstü bağlı, fikir verirsiniz, maşın daxil olub evin həyətinə. Belə deyək də, evin çöl hissəsinə, fasad görünüşünə, yəni təmirə ehtiyacı var. 2 mərtəbədir, cüt daşla tikilib, hörmətli izləyicilər. Cüt daşla, deməli, evimizin ümumi sahəsi, bax bu 2 mərtəbə evimizin, 70 kvadrata yaxındır, haradasa bir 10 kvadrat da buradadır, 80 kvadrat. 8 sotun içində 3 otaqdır. Həyətini gördünüz də. Neyini? Gələ evimizin çiynəməsi tanış eləyim. Yaxşı, qoy evimizin qiymətini deyim. Abunəçilər yazırlar ki, evin qiymətini. Sən lap axırda deyirsən, biz də evin qiymətini bilmək istəyirik. Hörmətli izləyicilər, evimizin qiyməti, start qiyməti 250 min manatdır. Amma real alıcıya indirim olacaq. Yerinə söhbət yoxdur. Balkondan mən sizə dənizi göstərəcəm və evlə dənizin qabağında heç nə yoxdur, boşdur. Düz dənizə baxır, havasında da ki söhbət yoxdur. Gəl. Hə, hörmətli izləyicilər, girə evimizin çiynəməsi tanış eləyim. Kim alsa Allah xeyir versin, həqiqətən yeri əladır. İndi mən özüm sizə onu göstərəcəm. Bax, daxil olduq evimizin içinə, bir də xatırlayın, hörmətli izləyicilər, ev əşyalı satılır. Yəni, nə görsəz, damafonu da var, nə görsəz evin içində qalır. Mebel, zat, hamısı, kondisioner, split, hamısı qalacaq. Telefon xətti də var, internet xətti var. Bax, bu qonaq foyedir, girən kimi foye. Mətbəx studiya, orası mətbəxdir, burası studiya düzəldiblər. Yəni, həm qonaq otağı, həm də mətbəxi. Sanuziyalıdır burada, 1-ci mərtəbədə. Gir yaşa, bağ evidir. Hörmətli izləyicilər, baxın, 5 ildir evdə yaşayan olmayıbdır. Evdə qətiyyən nəmişlik yoxdur. Baxın, divarlarına, görürsünüz, bax. Görürsünüz, qupqurudur. Baxmayaraq ki, 5 il burada heç kim burada yaşamayıb. Qalxaq 2-ci mərtəbəyə. Hə, hörmətli izləyicilər, 2-ci mərtəbəyə 2 dənə otaqdır. Birinci istəyirəm elə dirək sizə dənizi göstərdim. Gəl bura.
Hörmətli izləyicilər, baxın. Bax fikir verirsiniz, qabağında heç nə yoxdur. Dənizdir, görürsünüz. Yerinə söhbət yoxdur. Qabağı da boşdur. Yəni heç nə yoxdur. Bundan sonra da burada heç nə tikilməyəcək. Gördünüz, bax dənizdə görsənir. Dənizlə məsafə 400, 350, 400 metr. Sən məndən razısan ki, yerinə söhbət yoxdur. Operator da deyir ki, mən də səndən razıyam ki, yerinə söhbət yoxdur. Yəni, hər bağdan, düzdür, bağ ola bilər, köhnə, modern üslubunda deyil, amma yerinə söhbət yoxdur. Bu da ikinci yataq otağıdır. İki yataqlı, buradan da dəniz görsənir. Gəl, buradan görsənir, buradan görsənir. Bax, qabağında heç nə yoxdur. Gördünüz, hörmətli izləyicilər. Yəni, bundan gözəl Arzu restoranından üz aşağı dəniz tərəfə gedən yolun üstündə qiyməti 250.000 manatdır. Buyurun, zəng edin, kim alsa Allah xeyir versin. Həqiqətən, mən açığı ev sahibi ilə danışmışdım, bilirdim haradan. Amma bu qədər dənizə yaxın olduğunu açığı mən gözləmirdim. Bu günə bu qədər, sağ olun, minnətdaram.